Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Zaur Nəbioğlu'nun rəngarəng verilişində keçən dialoq sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xəbər verilir ki, veriliş zamanı aparıcı efirdə qonaq olduğu müğənni Kəmalə Nəsibovaya üst tutaraq sual ünvanlayıb. Avropanın paytaxtı Dubaydır deyə o zarafatla sual edib. Aparıcının sualına cavab olaraq müğənni Avropanın paytaxtı Belçikadır, yəni Brüsseldir, çünki mənim oğlum 2 ildir orada təhsil alır sözlərini söyləyib. Aparıcı daha sonra Şəbnəm Tovuzlu 100% deyir ki, Zaur mənə söz atır deyərək gülüb. Müğənni ilə aparıcı arasında dialoq sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri müğənninin savadsızlıq ittiham edib. Bununla belə sosial şəbəkələrdə müğənninin tərəfini saxlayanlar da olub. Hüquq müdafiəçisi Sahib Məmmədov nəyi səhv deyib ki, Avropa İttifaqının siyasi paytaxtı Brüsseldir, qısaca Avropanın paytaxtı deyirlər. Süni intellektdən soruşunu təsdiq edəcək. Jurnalist Dünya Sakit Aycəmal, Belçika Avropa İttifaqının paytaxtıdır. Avropa İttifaqının bütün rəhbər strukturları Belçikada yerləşir. Faktiki paytaxt rolunu oynayır. Qadın düz deyib, niyə yazıq eləncə edirsiniz? Aldın Novruzzadə düz deyir, amma ifadə edə bilmir. Avropa Birliyinin mərkəzi Brüsseldə yerləşir deyə paytaxtı Belçika sayılır. Qeyd edək ki, illər əvvəl müğənni Şəbnəm Tovuzlu verilişlərdən birində Avropanın paytaxtı Amerikadır sözlərini deməsi lağ obyektinə çevrilmişdi.